Atropat ağır qeyri-müəyyənlik hökm sürdüyü bir dövrdə xalqını yadelli işğallarından xilas edib, ölkəsini əsarətdən qurtarır, müstəqil dövlət yaradan bacarıqlı, dərin düşüncəli dövlət xadimi kimi tarixdə qalmışdır. Tarixdə Atropatın adı ilə Atropateniya adlanan ərazilər 7-ci əsrdən etibarən Azərbaycanın adlanmağa başlamış xalqımızın və dövlətimizin adına çevrilmişdir. Eradan əvvəl 331-ci ildə Əhəməni dövlətinin taleyini həll edən Qavqamela döyüşlərində İran ordusunun sağ cinahı Midiya satrapı Atropat başçılıq edir. Döyüşün əvvəlində Atropat başçılıq etdiyi sağ cihan Makedoniyaları sıxışmağa nail oldu. Lakin döyüşün qızğın vaxtında Makedoniya hökmdarı İskəndər manevr edərək özünü sürabi dəstəsi ilə İran ordusunun mərkəzinə həml etdi. Əhəməni hökmdarı 3-cü Daranın bu gözlənilməz hücumundan qorxaraq qaçması döyüşün və İran imperiyasının taleyini həll etdi. Bu döyüşdən sonra İskəndər Əhəməni imperiyasının əsas şəhərlərini və paytaxtı Persepollunu müqavimətsiz ələ keçirdi. Qavqamela döyüşündən sonra Atropat öz hərbi dəstəyi ilə Midiya satraplığının mərkəzi Ekbatana qayıtmayıb, Zərdüştlük dininin əsas mərkəzinə sayılan Qazakka şəhərinə getmişdi. Ekbatana qaçıb gələn 3-cü Dara burada yenidən qoşunu toplamağa cəhd etdi. O, Atropatı da öz qoşunu ilə ona qoşulmağa çağırsa da Midiya satrapı çağırışa cavab vermədi. Belə olduqda 3-cü Dara ölkənin şərqinə hərəkət etdi. Lakin yolda öz adamları tərəfindən öldürüldü. Belə Əhəməni imperiyası tamamilə dağıldı. İmperiya üzərində hakimiyyəti ələ alan İskəndər eradan əvvəl 330-cu ildə fərman verib ölkəni idarə edən bütün canişinləri satrap vəzifəsindən azad etdi. İskəndər Əhəməninin dövlətindəki Midiya saplığına 2 yerə bölünmüşdür. Cənubu böyük Midiya mərkəzini Ekbatana özünə saxlayıb, şimal kiçik Midiya qədimi Manna Atropatena hakimiyyətinə verilmişdir. Bunun səbəb mühüm ticarət yoluna Ekbataniyada keçilməsi, digər tərəfdən isə Cənubi Midiya imperiyasının şərqi vilayətləri ilə əlaqə əsas rolunu oynamış idi. Atropatın apardığı quruculuq işləri xalq arasında onun nüfuzunu artırmışdı. Eradan əvvəl 327-ci ildə İskəndər Hindistana yürüş etdi. O, ölkəni tərk edən kimi Midiya satraplığı itisna olmaqla İranda hərc-mərclik başladı. Makedoniyanın özbaşlığına qarşı başlanan narazılıq ondan sonra üsyana çevrildi. Üsyanın başçısı Midiyalı Baryaks idi. İskəndərin bu üsyana görə xalqı cəzalandıra biləcəyi nəzərə alan Atropat üsyanı yatırdı. Baryaks isə əsir götürdü.